Salam hörmətli tamaşaçılar, Azərbaycanda əsl futbol bayramı. Bakı şəhəri Tofiq Bəhramov adına Respublika stadionu və bu möhtəşəm arenada Avropa çempionları, hal-hazırda dünya futbol reytingində birinci olan İspanya komandası ilə Azərbaycan milli seçmə komandası beynəlxalq yoldaşlıq görüş keçirir. Bir qədər sonra futbolçular arenaya daxil olacaqlar. Mən isə komandaların heyətini sizə təqdim edirəm. Beləliklə, qonaqlar Avropa çempionları İspanya seçmə komandasının heyəti. Qapını bir nömrəli formada Iker Casillas qoruyur, komandanın kapitanı. 2 Raul Albiol, 4 Carlos Marchena, 7 David Villa, 9 Fernando Torres, 10 Francesc Fabregas, 11 Juan Capdevila, 14 Xabi Alonso, 18 Albert Riera, 19 Alvaro Arbiola, 20 Santiago Cazorla. Komandanın baş məşqçisi Vicente Del Bosque'dir. Azərbaycan seçmə komandasının heyəti qapını bir nömrəli formada Fərhad Vəliyev qoruyur. 2 Rail Məlikov, 3 Saşa Yunusoğlu, 4 Mahir Şükürov, 9 Samir Abbasov, 10 Branimir Subaşic, 14 komandanın kapitanı Rəşad Sadıxov, 15 Cavid Hüseynov, 16 Cəmşid Məhərramov, 19 Daniel Aktyamov, 22 Zeynal Zeynalov. Komandanın baş məşqçisi Almanyalı Berti Fox'tur. Artıq bütün stadion görüşü izləməyə hazırdır. Bir qədər sonra futbolçular meydançaya daxil olacaqlar. Azərbaycan televiziyası və İdman Azərbaycan kanalı bu futbol bayramını canlı yayımla sizə təqdim edir. Əlbəttə, bir qədər real yanaşaq bu qarşılaşmaya, çünki rəqibimiz Avropa çempionlarıdır. Hal-hazırda dünya futbol reytingində birinci yerdə gedən bir komandadır və əlbəttə ki, bizim komandanın baş məşqçisi Berti Fox bu görüşdə hər hansı bir möcüzə, hər hansı bir Fox göstərə bilməz. Ancaq hər halda inanaq ki, Azərbaycan futbolçuları bundan əvvəl keçirdiyi 2 görüşdən fərqli olaraq meydanda məzmunlu oyun nümayiş etdirəcəklər. Buna inanırıq, azarkeşlər də buna inanır. Baxmayaraq ki, komandamız son görüşlərdə məğlub olur, yenə də azarkeşlər stadiona gəlirlər və futbolçularımızı dəstəkləyirlər. Azərbaycan televiziyası İdman Azərbaycan kanalda bu futbol bayramını dünya standartlarına uyğun olaraq canlı yayımla sizə təqdim edir. Bəli, oyun 13-14 kamera ilə çəkilir. Oyun öncəsi İdman Azərbaycan kanalında da futbol mütəxəssisi Vəli Qasımov, həmçinin Azərbaycan televiziyasının əməkdaşlarının müəyyən fikirləri səsləndi. Bəli, bildirildi ki, Azərbaycan futbolçuları bu görüşdə yaxşı oyun nümayiş etdirməlidirlər. Əlbəttə ki, rəqibimiz çox güclüdür. Deyərdim ki, İspanya komandası Bakıya tam heyətlə gəlib və xatırladım ki, bir neçə gündən sonra Cənubi Afrika Respublikasında keçiriləcək Konfederasiya Kubokunda da məhz Avropa çempionu kimi İspanya futbolçuları çıxış edəcəklər. Gördüyünüz kimi ulduz futbolçular artıq Bakıdadırlar. Bu görüşdə Xabi, Guiza, Puyol, Torres start heyətində yer almayıb. Yəqin ki, Del Bosque bu futbolçuları da meydana daxil edəcək sonraki dəqiqələrdə. Beləliklə, futbolçular Respublika stadionuna daxil olurlar. Hər iki komandanın start heyətinə daxil olan futbolçular, eləcə də görüşü idarə edəcək hakimlər. Hakimlər haqqında bir qədər sonra sizə ətraflı məlumat verəcəm. Iker Casillas, İspanya seçmə komandasının qalkiperi, Kral klubu Real Madridin qapıçısı. Bəli, bu cür futbol ulduzlarının Bakıya gəlişi özü bir bayramdır. Görüşü idarə edən hakimlər Ukraynanı təmsil edirlər. Əsas hakim Igor Işşenkodur, onun köməkçiləri isə Alek Kuluşnik və Alek Murayuyevdir. Görüşdə 4-cü hakim Azərbaycanı təmsil edir Fariz Yusifov. Hər iki Respublikanın dövlət himni səsləndirilir. İlk olaraq İspaniyanın dövlət himni.
Beləliklə, hər iki respublikanın dövlət himni səsləndirilir. Bir qədər sonra Azərbaycan və İspaniya seçmə komandalar arasında beynəlxalq yoldaşlıq görüşünə start veriləcək. Azərbaycan və İspaniyanın əsas milli komandaları indiyə kimi nə rəsmi, nə də yoldaşlıq oyunlarında qarşılaşmayıblar. İki ölkənin klubları da Avrokuboklarda üz-üzə gəlməyiblər və bundan əvvəl yalnız Azərbaycan və İspaniyanın 19 yaşlardan ibarət yığma komandaları qüvvələrini sınayıblar. Yeniyetmələr arasında Avropa Çempionatı seçmə mərhələsinin elit raundu çərçivəsində 2007-ci il iyunun 1-də Norveçdə başlayan həmin oyunda İspanlar qələbə qazanıblar 4-0. Əlbəttə, yəqin ki, yaşlı futbol azarkeşləri yaxşı xatırlayırlar. O vaxtlar Bakının Neftçi komandasının hücumçuları Anatoli Banişevski və Vitali Şevçenko 1971-ci ildə SSR yığma komandasının heyətində İspaniya millisinə qarşı görüş keçiriblər. Şevçenko hətta Avropa Çempionatı 1972-nin seçmə mərhələsi çərçivəsində Moskvada keçirilən oyunda meydan sahiblərinin qələbə qolununda müəllifi olub. Həmin görüşdə SSR futbolçuları 2-1 hesabı ilə qələbə qazanıblar. Doğrudan da əsl yoldaşlıq görüşünə xas bir foto, şəkil, hər iki komandanın futbolçuları bir yerdə xatirə şəkil çəkdirirlər və inanaq ki, bu görüş dostluq mübarizəsi şəraitdə keçsək, bəli, hər iki komandaya bu görüşdə uğurlar arzulayırıq, ancaq futbolda yalnız bir komanda qələbə qazanır. Yaddan çıxarmayaq ki, görüş heç-heçədən başa çata bilər. Rəqib çox güclüdür. Bəlkə də bu görüşdən minimal hesablı məğlubiyyət Azərbaycan futbolçuları üçün uğur sayıla bilər. Çünki rəqibimiz Avropa çempionlarıdır. Sonuncu Avropa çempionatının qalibləri. İspaniya futbolçuları Avropa çempionatında gözəl ustalıq nümayiş etdirdilər. Finalda isə güclü Almanya komandasını məğlub edərək Avropa kubokuna sahib oldular. Stadionda komandaların heyəti azarkeşlərə təqdim olunur. Əlbəttə ki, Azərbaycan seçmə komandasının futbolçuları təqdim olunarkən bu cür alqışlara da səbəb olur. Artıq İspanların start heyətində ulduz futbolçular var. Həm Fernando Torres start heyətindədir, həmçinin də Cesc Fabregas, eləcə də Xabi Alonso, Albert Riera, Arbiola, Cazorla, David Villa, Carlos Marchena. Gördüyünüz kimi, baxmayaraq ki, bir sıra ulduz futbolçular start heyətində meydanda yoxdur. Nə Puyol, nə Xabi, Iniesta zədəli olduğu üçün bu görüşdə iştirak etmir. Ümumiyyətlə bu futbolçu Bakıya gəlməyib. Konfederasiya kubokunda da Iniesta çıxış etməyəcək. Beləliklə görüş başlayır. İlk olaraq Azərbaycan futbolçuları topu oyuna daxil edirlər. Samir Abbasov topu sol cinaha ötürür. Rail Məlikov, Rəşad Sadıqov topu qəbul edir. Bu dəqiqələrdə müdafiə xəttində diqqətli olmaq lazımdır. Yəni belə diqqətli oyun sonraki dəqiqələrə də öz təsirini göstərə bilər. Əlbəttə ki, ulduz futbolçular qol vurmayanda bir qədər əsəbləşirlər. Baxmayaraq ki, görüş dostluq xarakteri daşıyır. Rail Məlikov. Akdamov topu qəbul edə bilmir. İndi İspanlar topu ələ keçirirlər. Fabregas topu sol cinaha ötürür. Komandanın müdafiə xəttində Alvaro Arbiola, Carlos Marchena və Raul Albiol çıxış edir. Qapıya doğru zərbə dəqiq deyil. Hakim bildirir ki, Azərbaycan futbolçuları topu qapı xəttindən oyuna daxil etməlidir. Zərbə vuran futbolçu isə Fernando Torres idi. İngiltərənin Liverpool klubunun şərəfini qoruyur. Əvvəllər İspaniyanın Atletico Madrid komandasının heyətində çıxış edib. Fernando Torres çox təhlükəli bir hücumçudur və artıq futbol azarkeşləri, futbol həvəskarları da onun ifasında həm Liverpoolda, həm Atletico Madriddə gözəl oyunların şahidi olublar. Və əlbəttə ki, eləcə də İspaniya seçmə komandasının heyətində. Raul Albiol topu yenidən sol cinaha ötürür. Marchena. Ötürmə dəqiq deyil. Azərbaycan futbolçuları topu ələ keçirirlər.
İspanların növbəti hücumu yenə də Fernando Torres istiqamətini ötürmə, ancaq bu dəfə ötürmə dəqiq deyil. Cavid Hüseynov, Rail Melikov, Akdamov. Akdamov başı ilə topa toxunur və Iker Casillas irəli çıxaraq topu bir qədər irəli vurur. Torres. Fərhad Vəliyev yerindədir. Casillas. Marchena. Albiol topu yenidən arxa xəttə ötürür. Iker Casillas. Bəli, İspaniya seçmə komandasının heyətində çıxış edən futbolçular Avropanın aparıcı klublarının heyətində də mübarizə aparırlar. Iker Casillas Real Madriddə çıxış edir. Bəli, o Madridin kral klubunun qalkiperidir. İndi İspanlar sol cinahdan hücum təşkil etməyə çalışırlar, ancaq bu epizodda topu qəbul edə bilmirlər. Del Bosque İspaniya seçmə komandasının baş məşqçisi, onun rəhbərliyi altında Real Madrid də uğurlara imza atıb. Böyük nüfuza malik olan bir şəxsdir, əsasən də İspaniyada. Raul Albiol İspaniyanın Valencia klubunun şərəfini qoruyur. Eləcə də Carlos Marchena da Valencia'nın heyətində çıxış edir. Alvaro Arbiola İngiltərənin Liverpool klubunun şərəfini qoruyur. Juan Capdevila Villarreal komandasının heyətində çıxış edir. Hələlik start heyətində yer almayan Gerard Piqué, Carles Puyol və Sergio Ramos da İspaniyada mübarizə aparırlar. Barcelona və Real komandasının heyətində. İndi sağ cinahdan İspanların daha bir sürətli hücumu, ancaq bu dəfə David Villa topu qəbul edə bilmir. Yarım müdafiə xəttində çıxış edən futbolçular da Liverpool, Barcelona, Villarreal, Arsenal, Valencia klublarının şərəfini qoruyurlar. Xabi Alonso və Albert Riera Liverpool'un heyətində çıxış edirlər. Sergio Busquets, Javi Hernandez, eləcə də Andres Iniesta bu görüşdə yer almayıb. Barcelona komandasının heyətində mübarizə aparırlar. Santiago Cazorla Villarreal'ın heyətində çıxış edir. Cazorla bugün start heyətindədir. Cesc Fabregas Arsenal komandasının şərəfini qoruyur. O da start heyətindədir. David Silva və Juan Manuel Mata da Valencia komandasının şərəfini qoruyurlar. Bəli, bu futbolçular Konfederasiya kubokunda da mübarizə aparacaqlar. Hücum xəttində çıxış edən futbolçular isə Türkiyənin Fenerbahçe, İspaniyanın Atletik və Valencia, eləcə də İngiltərənin Liverpool klubunun heyətində çıxış edirlər. Daniel Guiza Fenerbahçe'nin heyətində çıxış edir. Fernando Llorente Atletik komandasının şərəfini qoruyur. Fernando Torres Liverpool'da, David Villa isə Valencia'da çıxış edir. Gördüyünüz kimi ulduz futbolçular və bugün Azərbaycanda əsl futbol bayramıdır və buna görə də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının işini də qiymətləndirmək lazımdır ki, belə bir komanda Azərbaycana təşrif buyurub və milli komandamızla beynəlxalq yoldaşlıq görüş keçirilir. Xatırladaq ki, avqust ayında Azərbaycan və Almaniya komandaları arasında Dünya çempionatının seçmə görüşü keçiriləcək və bu oyun da həmin görüşə hazırlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, İspanlar Avropa çempionatında güclü Almaniya komandasına qalib gələrək qitə çempionu adına sahib olmuşlar. Ümumiyyətlə, güclü komanda ilə mübarizə aparmaq hər zaman yerinə düşür. Bu, həm futbolçuların ustalıq səviyyəsinin artmasına da kömək göstərir. İndi Azərbaycan futbolçuları sürətli hücum təşkil edirlər. Sağ cinaha doğru ötürmə. Akdamov qapıya doğru zərbə o qədər də qüvvətli deyil. Əlbəttə ki, əgər buna zərbə demək mümkündürsə, oyunun 7-ci dəqiqəsi gedir. Azərbaycan-İspaniya qarşılaşmasında hesab açılmayıb. İspaniyanın ehtiyat oyuncular skamyasında Manuel Reina, Piqué, Puyol, Hernandez və Diego Lopez əyləşiblər. Yəqin ki, Del Bosque sonraki dəqiqələrdə də bu futbolçuları meydana daxil edəcək.
Xabi Alonso topu komanda yoldaşına ötürür. İndi yenə də sol cinahdan İspanlar hücum təşkil etməyə çalışırlar. Müdafiə xəttində bir qədər diqqətli olmaq lazımdır. Saşa Yunusoğlu. Samir Abbasov topu komanda yoldaşına ötürür. Top meydanı tərk edir. Ukraynalı referi isə bildirir ki, İspanlar küncdən zərbə yerinə yetirəcəklər. Riera. Cəmşid Məhərrəmov. Son anda bu futbolçuya top toxunaraq meydanı tərk etdi. Via. Cərmə meydançasına daxil olur İspanlar, ancaq yenə də ötürmə dəqiq deyil. Azərbaycan futbolçuları topu ələ keçirirlər. Sürətli bir əks hücum qurmaq olar. Rail Məlikov sürətli irəliləyir. Sağ cinahda komanda yoldaşımız boşdur, ancaq Rail Məlikov topu mərkəz xəttə ötürməyə qərar verdi, ancaq son anda Xabi Alonso topu ələ keçirir. Marchena. Arbiola. Raul Albiol. Gazorla. Yenə də sol cinaha doğru ötürmə. Ancaq burada ötürmə dəqiq deyil. Azərbaycan futbolçuları yan xəttdən topu oyuna daxil edəcəklər. Axtyamov. Top qonaqlardadır. David Villa. Fabregas topu sol cinaha ötürür. Riera. Cərmə meydançasına doğru ötürmə. Burada isə Rail Məlikov topu meydandan kənarlaşdırır. Küncdən zərbə. Təkrar sizə təqdim olunur. Yenə də Cəmşid Məhərrəmov topa çata bilmir, yetişə bilmir və Riera cərmə meydançasına doğru ötürmə verdi. Fabregas künc zərbəsini yerinə yetirir. Fərhad Vəliyev yerindədir. Samir Abbasov. Abbasov rəqibini aldadır. Sağ cinaha doğru ötürmə. İyunun 6-sında Azərbaycan seçmə komandası Dünya Çempionatının seçmə qrup mərhələsində Bakıda UES futbolçuları ilə görüşdü. Çox təəssüf ki, həmin oyunda futbolçularımız rəqiblərinə məğlub oldular. 0-1. İyunun 2-sində isə Kayseridə yerli Türkiyə futbolçularına qarşı beynəlxalq dostluq görüş keçirdik. Həmin görüşdə də meydan sahibləri Türkiyəli futbolçular 2-0 hesabı ilə qələbə qazandılar. Hər iki oyunu analiz etdikdə görürük ki, Azərbaycan futbolçuları elə də məzmunlu oyun nümayiş etdirmədilər. Ümumiyyətlə mətbuatda da Berti Fox haqqında müəyyən fikirlər səsləndi. İndi siz Azərbaycan seçmə komandasının Almaniyalı baş məşqçisini də ekranda gördünüz. Bəli, mətbuat nümayəndələrinin fikrincə Berti Fox hal-hazırda heç bir klubda çıxış etməyən Zeynal Zeynalov və Daniel Axtyamovu milli komandanın start heyətində meydançaya daxil etməməlidir. Ancaq Fox tamam fərqli fikirdədir. Gördüyünüz kimi yenə də həmin futbolçular start heyətində meydandadırlar. David Villa. Qapıya doğru zərbə. Sadıqov yaxşı oynayır. Rəşad Sadıqov yenidən topu ələ keçirir. Ancaq bu dəfə ötürmədə səhvi yol verdi. Buna baxmayaraq Abbasov topu komanda yoldaşını ötürür. Mahir Şirov. Qayda pozulur. Subaşic qaydanı pozan futbolçudur. Bəli, yoldaşlıq görüşlərində bu cür epizodlarda bir qədər diqqətli olmaq lazımdır. Hər halda rəqib komandanın futbolçuları çox bahalı oyunculardır desək yanılmarıq. Xabi Alonso yenidən qapıya doğru zərbə, qapı dirəyi komandamızı qoldan xilas edir. Fərhad Vəliyev diqqətli olmalıdır bu cür epizodlarda, çünki zərbəni vuran
Azərbaycan klublarının heyətində çıxış edən futbolçular deyil, David Villa idi. Samir Abbasov. Qazorla topu ələ keçirir. Fabregas. David Villa. Torres istiqamətini ötürmə. Fərhad Vəliyev. Cəld tərpənərək topu tutur. Görüşün 13-cü dəqiqəsi gedir. Oyunda hesab açılmayıb. Rəşad Sadıxov, Samir Abbasov yenidən topu qəbul edir. Aktyamov istiqamətini ötürmə, hakim isə qaydanın pozulduğunu bildirir. Saşa Yunusoğlu. Rail Məlikov. Rəşad Sadıxov. Samir Abbasov topu yenidən arxa xəttə ötürür. Rəşad Sadıxov, komandamızın kapitanı. Sağ cinaha doğru ötürmə dəqiqdir. Yenidən qonaqlar topu ələ keçirirlər. David Villa yenə də sürətli irəliləyir bu futbolçu. Sağ cinaha doğru ötürmə Qazorla. Fabregas yenidən topu sağ cinaha ötürür. Arbiola. Qazorla topu qəbul edir. Torres, Qazorla qapıya doğru zərbə o qədər də qüvvətli deyil. Fərhad Vəliyev topu tutur. Təkrar da sizə təqdim olunur. İndi Azərbaycan futbolçuları hücum təşkil etməyə çalışırlar. Aktyamovun yanında rəqibin 2 futbolçusu var. Xabi Alonso qaydanı pozur. Futbolçularımız cərmə zərbəsini yerinə yetirəcəklər. Təkrarı da izləyirik. Alonso bildirir ki, topa toxunub, ancaq hakimin fikri tamam fərqlidir. Aktyamov və Rəşad Sadıxov topun yanındadırlar. Aktyamov qapıya doğru zərbə vurur və Casillas komandasını qoldan xilas edir. İker Casillas çox məharətlə bu zərbənin qarşısını alır. Azərbaycan futbolçuları kül zərbəsi yerinə yetirirlər. Cərmə meydançasına doğru ötürmə Samir Abbasov. Bu dəfə də zərbə dəqiq deyil. Cavid Hüseynov qapıya doğru zərbə vuran futbolçu idi, ancaq futbolçumuzun zərbəsi dəqiq olmadı. İspanlılar arxa xəttdə sakit tərzdə topları bir-birlərini ötürürlər. Ümumiyyətlə, standart vəziyyətlərdə hansısa uğura ümid bəsləyə bilərik. Bir qədər əvvəl də Aktyamovun güclü zərbəsinin qarşısını İker Casillas məharətlə dəf etdi. İndi isə Avropa çempionları güclü zərbəsini yerinə yetirəcəklər. Ümumiyyətlə, bu cür vəziyyətlərdə də diqqətli olmaq lazımdır, doğrudur. İspanlar Böyük Britaniya futboluna xas olan oyun nümayiş etdirmirlər, ancaq onların da ifasında standart vəziyyətlər çox təhlükəli olur. Azərbaycan
futbolçuları yenə sürətlə hücuma keçirlər. Bu dəfə sağ cinahdan. Arxa xəttə Marchena diqqətli oynuyor. Fabregas. Cazorla. David Villa. Torres. Saşa. Topu bir qədər uzaqlaşdırır. Buna baxmayaraq top yenə Fernando'da qalır. Riera. Cərimə meydan sahasına daxil olur. Fərhad Vəliyev diqqətlidir. Yenidən futbolçularımız keçirlər. Cavid Hüseynov. Yaxşı fikirləşmişdi, ancaq Subaşis onu başa düşmədi. Casillas topu Marchena'ya ötürür. Xabi Alonso. David Villa. Riera sol cinahda yenə topu qəbul edir. Riera'nın ötürməsi dəqiq deyil. Cavid Hüseynov, Daniel Akdamov. Hüseynov yenidən topu qəbul edir. Akdamov. Daniel rəqibini aldatmağa çalışdı, ancaq bu epizodda Arbeloa diqqətli oynadı. Fox yetirmələrinə məsləhətlərini verir. Alonso topu ələ keçirir. Cazorla. Qapıya doğru daha bir zərbə və bu dəfə də İspaniyalı futbolçunun zərbəsi dəqiq olmur. Görüşün 20-ci dəqiqəsi gedir. Azərbaycan-İspaniya qarşılaşmasında hesab açılmayıb. Zərbəni vuran futbolçu isə Riera idi. Ümumiyyətlə sol cinahda Riera'nın təhlükəli hücumlarının şahidi oluruq. Ümumiyyətlə bu futbolçu uzaq məsafələrdən də güclü zərbələri vurmağı bacaran oyuncudur. Siz isə bir qədər əvvəlki epizodun təkrarını izlədiniz. Iker Casillas'ın məharətli oyunu imkan vermir ki, görüşdə hesab açılsın. Samir Abbasov. Rail Melikov. Top meydanı tərk edir. Son anda Zeynal Zeynalova top toxunaraq meydanı tərk edir. İspanlılar yan xəttdən topu oyuna daxil edirlər. Samir Abbasov və Saşa Yunusoğlu'nun UES-lə görüşdə iştirak edə bilməməsi də öz təsirini göstərdi. Bəlkə də milli komandamız həmin oyunda nəticəyə imza ata bilərdi. Ümumilikdə isə Azərbaycan futbolçuları bu görüşdə yaxşı oyun nümayiş etdirə bilmədilər. Baxmayaraq ki, top Azərbaycan futbolçularında oldu, müəyyən hücumlar da təşkil etdik, ancaq əsası qol vurmaqdır. Hətta Ukrayna futbolunun unudulmaz əfsanəsi Valer Labanovskinin sözləri də bu yerdə yerinə düşür. O bildirirdi ki, futbolda yalnız nəticədir. Yəni 20 il, 30 ildən sonra heç kim söyləməyəcək ki, plan komanda yaxşı oyun nümayiş etdirib, hansısa komandada top daha çox olub, həmin komanda daha çox təhlükəli vəziyyət yaradıb. Yəni həmin vaxt bildirəcəklər ki, bu komanda bu hesabla qələbə qazanır. Yəni nəticə tarixdir və bu da tarixdə qalır. Cazorla. Bəli, İspaniyalı futbolçu topu əli ilə saxladı. Hakim bunu da gördü, ona görə də görüşü saxlamır. Rail Melikov, Samir Abbasov, Rəşad Sadıxov. Arbeloa topu arxa xəttə ötürür. Marchena. Xabi Alonso. Capdevilla.
Carlos Marchena topu qəbul edir. Gazorla sürətlə irəliləyir. Torres. Samir Abbasov topu cərimə meydançasına uzaqlaşdırır. Hakim bildirir ki, qayda pozulmayıb, oyun davam edir. Gazorla. Bir qədər diqqətli olmaq lazımdır. Gazorla topu sol cinaha ötürür. Riera. Capdevilla. Xabi Alonso. David Villa. Alonso. Fabregas. Gazorla qapıya doğru zərbə. Top Azərbaycan futbolçusuna dəyərək meydanı tərk edir. Küncdən zərbə. Bu dəqiqələrdəki İspaniya seçmə komandasının heyətində daha çox aktiv olan Gazorladır. Siz isə bir qədər əvvəlki epizodun təkrarını izlədiniz. David Villa'nın zərbəsindən sonra qapı dirəyi komandamızı qoldan xilas etdi. Avropa çempionları künc zərbəsini yerinə yetirirlər. Marchena. Subashis topu qəbul edə bilər, ancaq bu epizodda Arbeloa diqqətli oynayır. Casillas. Marchena. Xabi Alonso topu qəbul edir. David Villa. Ötürmə dəqiq deyil. Cavid Hüseynov. Azərbaycan futbolçularının növbəti hücumu. Subashis topu sağ cinaha ötürür. Mahir Şirov. Uyes'lə oyunda bu futbolçu çox fəal idi. Samir Abbasov. Yenidən top sağ cinaha ötürülür. Mahir Şirov. Cərimə meydançasına doğru ötürmə, ancaq Marchena topu meydandan kənarlaşdırır. Yan xəttdən Azərbaycan futbolçuları topu oyuna daxil edəcəklər. Zərbə o qədər də qüvvətli deyil və Casillas topu tutur. Dərhal da onu oyuna daxil edir. Torres. Rəşad Sadıxov diqqətli oynayır. Rail Məlikov. Sadıxov. Samir Abbasov. Rail Məlikov. Əvvəlki oyunlardan fərqli olaraq Azərbaycan futbolçuları bu qarşılaşmanı bir qədər ruh yüksəkliyi ilə keçirirlər. Bəli, bu da bəs deyil, çünki rəqib Avropa çempionlarıdır və futbolçularımız da məhz belə rəqiblə gözəl oyun nümayiş etdirməyə çalışırlar. Fərhad Vəliyev. Xabi Alonso. Sol cinaha doğru ötürmə. Riera. Fərhad Vəliyev topu tutur. Qayda pozuntusu yoxdur, oyun davam edir. Mahir Şirov yan xəttdən topu oyuna daxil edir. Samir Abbasov. İspanlılar topu meydandan kənarlaşdırırlar. Capdevilla topu meydandan kənarlaşdırır. Yan xəttdən Azərbaycan futbolçuları topu oyuna daxil edirlər. Samir Abbasov. Bu dəfə ötürmə dəqiq deyil. Juan Capdevilla yan xəttdən topu oyuna daxil edir.
Xabi Alonso, Raul Albiol yeniden Alonso topu qəbul edir. Torres. Fabregas topu sağ cinaha ötürür. Cazorla, Torres. Cazorla. Capdevilla. Riera sol cinahda topu qəbul edir. Xabi Alonso. David Villa. Diqqətli olmaq lazımdır. Torres çox sürətli və təhlükəli hücumçudur. Yenidən top İspanlardadır. Bu dəfə ötürmə dəqiq deyil. Rail Melikov. Stadionda anons verilir ki, Azərbaycanın çimənlik futbolu üzrə yığma komandası İspaniyada keçirilən Avropa çempionatının seçmə yarışlarında uğurla çıxış edib. Bu mərhələdə Azərbaycanın futbolçuları, çimənlik futbolçuları Almaniya komandasına qalib gələrək növbəti mərhələyə çıxırlar. Sevindirici xəbərdir. Nə vaxtsa böyük futbolda da bu xəbərləri eşidək. Casillas komanda yoldaşlarına məsləhətlərini verir. Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir. Cərimə meydan sahasına doğru ötürmə və Saşa Yunusoğlu topa toxuna bilmir. Hesabı açmaq olardı. Təkrar da sizə təqdim olunur. Son anda Saşa Yunusoğlu topa toxuna bilmədi. Bəli, bu cür vəziyyətlərdə İspanları məyus etmək olar. Çünki onların da heyətində çıxış edən futbolçular elə də hündürboy deyirlər. Yəni standart vəziyyətlərdə rəqibin qapısına qol vurmaq olar. Hələlik bu bir arzu olaraq qalır. Azərbaycan-İspaniya qarşılaşması davam edir. Oyunda hesab açılmayıb. Cazorla. Samir Abbasov yaxşı oynayır. İspaniya futbolçuları uzun müddətidir ki, Avropa və dünya çempionatlarında uğurla çıxış edə bilmirdilər. Hətta sonuncu uğur 1994-cü il dünya çempionatında olmuşdu. O vaxt İspanlılar 4-1 finala vəsqə qazanmışlar. Və sonuncu Avropa çempionatında İspaniya futbolçuları uğurla çıxış edərək qitə kubokuna sahib oldular. Ancaq İspaniya klubları Avropa miqyası yarışlarda uğurla çıxış edirlər. Real Madrid, Barcelona, Valencia, Villarreal klubları Avropa miqyası yarışlarda uğurla çıxış edirlər. Barcelona bu mövsüm isə inanılmaz bir futbol nümayiş etdirdi. İndi İspaniya komandası növbəti hücuma keçir. Cazorla qapıya doğru zərbə. Fərhad Vəliyev diqqətli oynuyor. Bəli, Barcelona'nın nəinki İspaniyada, bütün dünyada çoxlu sayda azarkeşləri var. Eləcə də Azərbaycanda bu kluba azarkeşlik edənlərin sayı çoxdur. Eləcə də Real Madridin azarkeşləri var. Ancaq Barcelona'nın bu mövsüm inanılmaz oyunu kluba Avropa Çempionlar Ligasının kubokunu da kazandırdı. Arbeloa. Fabregas topu arka xəttə ötürür. Raul Albiol. Xabi Alonso yeniden sol cinaha doğru ötürmə.
Gazorla. Samir Abbasov. Azərbaycan futbolçuları topu ələ keçirirlər. Aktyamov. Qayda pozulmayıb, oyun davam edir. Riera. Fabregas. Sağ cinaha doğru ötürmə, ancaq bu dəfə də İspaniya seçmə komandasının futbolçusu Fabregas topu qəbul edə bilmir. Bertie Fox. Fərhad Vəliyev topu oyuna daxil edir. David Villa. Capdevilla. Riera. Xabi Alonso. Arbeloa. Gazorla yenidən topu orta xəttə ötürür. Fabregas. Gazorla. Sağ cinaha doğru ötürmə. İspanların gözəl hücum şansı və budur. Avropa çempionları hesabı açırlar. David Villa görüşün 33-cü dəqiqəsində topu Azərbaycan seçmə komandasının qapısından keçirir. Azərbaycan seçmə komandasının qalkiperi çox üzgündür. İspanlar gözəl bir hücum təşkil etdilər. Təkrarda sizə təqdim olunur və David Villa topu komandamızın qapısına vurur. David Villa futbolçuların dillə desək topu 9-luğa göndərir. Ukraynalı hakim qaydanın pozulduğunu bildirir. Mahir Şurov bu epizodda qaydanı pozur və qonaqlar cərimə zərbəsindən topu oyuna daxil edəcəklər. Gazorla. Xabi Alonso. Yenə də sol cinaha doğru ötürmə. Ancaq burada Capdevilla topu qəbul edə bilmir. Bir andaca orta xəttdən, mərkəz xəttdən top sürətlə cinahları ötürülür. Və məhz belə bir epizodda da qapımıza qol vuruldu. Fərhad Vəliyev topu oyuna daxil edir. Görüşün 37-ci dəqiqəsi gedir. İspanlar 1-0 hesabı ilə irəlidədirlər. Hakim qaydanın pozulduğunu bildirir. Xabi Alonso topu oyuna daxil edəcək. Gazorla. Azərbaycan futbolçuları top ələ keçirirlər. Rahil Məlikov ötürmə dəqiq deyil. Rəşad Sadıqov. Rahil Məlikov.
Cavid Hüseynov, Rail Məlikov top meydanı tərk edir. Azərbaycan futbolçuları yan xəttdən topu oyuna daxil etməlidir. Reportajın əvvəlində Azərbaycan və İspaniya futbolçuları nə zaman qarşılaşıblar, bu barədə ətraflı məlumat verdim sizə. Ümumiyyətlə Azərbaycan və İspaniyanın əsas komandaları hələ indiyə qədər üz-üzə gəlməyiblər. Bu birinci görüşdür. Beynəlxalq dostluq görüş keçirilir. Bir faktda qeyd edim ki, Azərbaycan milli komandasının keçmiş hücumçusu Vəli Qasımov 1993-97-ci illərdə İspaniya çempionatında çıxış edib. Vəli Qasımov İspaniyada Betis, Albacete və Esixa'nın şərəfini qoruyub. Hətta Betis komandası 1994-95-ci il futbol mövsümündə İspaniya çempionatının bürünc medallarını qazanarkən də Vəli Qasımov həmin komandanın formasını geyinib. Ümumiyyətlə, Vəlini Sevilla'da çox sevirlər. Hətta onun Betis komandasında da çoxlu sayda fanatları var. David Villa qapıya doğru zərbə 2-0. Bax, əsl futbol budur. Əsl futbolçu da belə olar. David Villa kimi. Əbəs yerə Avropa çempionu deyil. Əbəs yerə Valencia kimi güclü bir komandanın heyətində çıxış etmir. Belə futbolçu zərbə vurarkən diqqətli olmaq lazımdır. Yəni imkan vermək lazım deyil ki, Villa zərbələr indirsin. Çox sərbəst şəkildə 2 zərbə qapıya doğru və 2-0 Avropa çempionları irəlilədilər. Ötürmə dəqiq deyil. İker Casillas topu oyuna daxil edəcək. David Villa'nın vurduğu qollar sayəsində Avropa çempionları Azərbaycan seçmə komandasını 2-0 hesabı ilə məğlub edirlər. Marchena. Xabi Alonso, Marchena topu yenidən qəbul edir. Fabregas. Xabi Alonso. Cərmə meydançasına doğru ötürmə, Rəşad Sadıqov topu ələ keçirir. Xabi Alonso. Torres. Torres'in zərbəsi dəqiq deyil. İlk dəqiqələrdə İspanların oyununda bəlkə də bir qədər çaşqınlıq vardısa, ancaq indi səviyyə öz sözünü deyir. Bəli, futbolçuların həm fiziki hazırlığı, həm ustalıq səviyyəsi qat-qat üstündür. Fabregas. Gazorla. Ötürmə dəqiq deyil. Fərhad Vəliyev bu dəfə topu tutur. Görüşün 42-ci dəqiqəsi gedir. İspanlar 2-0 hesabı ilə irəlidədirlər. Subaşic bu dəfə də komanda yoldaşını başa düşmədi. Casillas topu oyuna daxil edir.
Raul Albiol. Marchena. Riera. Gazorla. Fabregas. Torres. İkinciden zərbə. Bu dəqiqələrdə Azərbaycan futbolçularının fiziki hazırlığı çatmır. Meydanın hər bir yerində mübarizə aparsın İspanlara qarşı və ona görə də Avropa çempionları tam rahat, sərbəst şəkildə ötürmələrlə cərmə meydançasına daxil olurlar. David Villa, Rəşad Sadıqov. Fabregas üçüncü zərbəsini yerinə yetirir. David Villa. Fabregas cərmə meydançasına daxil olur. 11 metrlik cərmə zərbəsi. İkinciden zərbə, standart bir vəziyyət, 2 ötürmə və 11 metrlik cərmə zərbəsi qazanılır. Bax, əsl ustalıq budur. Hər halda İspanlılardan da nə isə öyrənməyə dəyər. Doğrudur, artıq Azərbaycan futbolçuları elə yaşdadırlar ki, milli komandanın şərəfini qoruyurlar. Bu yaşda, bu həddə onlara nə isə öyrətmək də düzgün deyil. Futbol onların gərək qanında və canında olsun. Fərhad Vəliyev Türkiyə ilə keçirilən qarşılaşmada 11 metrlik cərmə zərbəsini dəf edib. Görək, burada nə kimi hadisələr baş verəcək. David Villa'nın vurduğu qolların təkrarını izləyirsiniz. İndi isə İspaniya futbolçuları 11 metrlik cərmə zərbəsini yerinə yetirirlər. Bəli, artıq İspanlar 11 metrlik cərmə zərbəsini vururlar. Villa görüşdə özünün 3-cü qolunu vurmaq istəyir. 3-0. Daha doğrusu 0-3. Bu görüşün ilk 45 dəqiqəsinə bu cür ad vermək olar. David Villa Azərbaycan 3-0. Bəlkə də Daniel Axtiyamovun ifasında cərmə zərbəsi İspanları bir qədər özündən çıxartdı. Çünki oyun həmin anadək çox sakin tərzdə keçirdi. İlk 45 dəqiqə başa çatır. Bir qədər sonra Respublika stadionundan canlı yayımla reportajımızı davam etdirəcəyik. Nümayişi Azərsel
Cərimə zərbəsindən vurduğu qolu məharətlə dəf etdi. Ancaq sonraki dəqiqələrdə ustalıq özünü göstərdi, səviyyə özünü göstərdi və Avropa çempionları qapımızdan 3 top keçirdilər. Hər 3 golun müəllifi David Villa oldu. Yəqin ki, David Villa ikinci hissədə meydanda olmayacaq. Çünki ulduz komanda, güclü komanda hər zaman bu cür edir. Təcrübəli məşqçi, əsl məşqçi hər zaman bu cür hərəkət edir. Bəli, İspanlılar topu oyuna daxil edəcəklər. Komandalar niyyətində nə kimi dəyişikliklər edilib, bunların da biz şahidi olacağıq. Vüqar Nadirov meydana daxil olur. Azərbaycan seçmə komandası niyyətində 18 nömrəli futbolçu. Səhv etmirəmsə, o Branimir Subbaşçı əvəz edir. İspanlıların heyətində isə dəyişiklik bir qədər çoxdur. Bəli, artıq Xabi meydandadır, 8 nömrəli futbolçu. Digər əvəz etmələri də xəbər tutan kimi bu haqda sizə ətraflı məlumat verəcəyik. Marchena. Xavi. Qayda pozulur. Avropa çempionları cərimə zərbəsini yerinə yetirəcəklər. Mən isə komandaların start heyətinə daxil olan futbolçuları sizə təqdim edirəm. Əvəz etmələr haqda da məlumat verəcəyik. Beləliklə, Avropa çempionları İspaniya seçmə komandası qapını bir nömrəli formada Iker Casillas qoruyurdu. İkinci hissədə onu 23 nömrəli Manuel Reina əvəz edib. Reina İngiltərənin Liverpool klubunun şərəfini qoruyur. 2 nömrəli futbolçu Raul Albiol. Albiol baxıram meydandadır. 4 Carlos Marchena. Marchena da meydandadır. 7 David Villa. Villa meydanı tərk edib. 9 Fernando Torres, 10 Fabregas, 11 Juan Capdevila, 14 Xabi Alonso, 18 Albert Riera, 19 Alvaro Arbeloa, 20 Santiago Cazorla. Komandanın baş məşqçisi Vicente Del Bosque'dir. Azərbaycan seçmə komandası niyyəti qapını bir nömrəli formada Fərhad Vəliyev qoruyur, 2 Rail Məlikov, 3 Saşa Yunusoğlu, 4 Mahir Şirov, 9 Samir Abbasov, 10 Branimir Subbaşic. İkinci hissədə onun əvəzinə meydana Vüqar Nadirov daxil olub. 14 Rəşad Sadıqov, 15 Cavid Hüseynov, 16 Cəmşid Məhərrəmov, 19 Daniel Akdiyamov, 22 Zeynal Zeynalov. Komandanın baş məşqçisi Berdi Foxdur.
Torres sürətlə irəliləyir, cərbə beynəlsasına daxil olur, ancaq Fərhad Vəliyev topu tutur. Oyunu Ukraynalı hakimlər briqadası idarə edirlər. Əsas hakim Igor Işenko, onun köməkçiləri isə Oleg Kuznik və Oleg Murayevdir. Azərbaycan futbolçuları indi sağ cinahdan hücum təşkil etməyə çalışırlar. Mahir Şirov. Top meydanı tərk edir. İspanlar indi qapı xəttinin topu oyuna daxil edəcəklər. Bəli, İspaniya seçmə komandasının niyyətində meydana Xavi və Sergio Busquets daxil olublar ikinci hissədə. Meydanı tərk edən futbolçular isə Fabregas və David Villadır. Saşa Yunusoğlu. Mahir Şirov. Busquets. Xavi. Cazorla İspaniya seçmə komandası niyyətində çox aktiv futbolçudur. Elə ilk hissədə də biz onun aktivliyinin şahidi olduq. David Villa isə vurulan 3 qolun müəllifi oldu. Cazorla, Torres. Cazorla topa yetişə bilmir. Rail Melikov, Samir Abbasov. Rəşad Sadıxov. Mahir Şirov. Cavid Hüseynov top meydanı tərk edir. Rəşad Sadıxov. Rail Melikov. Cərmə meydançasına doğru ötürmə. Axtiyamov isə burada hücumçu kimi deyil, müdafiəçi kimi oynadı. Xavi Alonso. Qayda pozulur, cərmə zərbəsi. Arxa xəttdən rəqib də olsa belə ona zərbə indirmək olmaz. Xavi. Xavi gözəl ötürmə. Cazorla. Qapıya doğru zərbə. Müdafiəçilərimiz topu uzaqlaşdırırlar. Cavid Hüseynov, Saşa Yunusoğlu topu yenidən Cavid Hüseynov ötürür. Cazorla. Xavi. Alonso.
Ötürmə dəqiq deyil. Fərhad Vəliyev topu oyuna daxil edəcək. Samir Abbasov, Mahir Şirov sağ cinahda topu qəbul edir. Samir Abbasov, cərmə meydançasına doğru ötürmə. Burada isə Albiyol topu cərmə meydançasından bir qədər uzaqlaşdırır. Ancaq Azərbaycan komandasının hücumu davam edir, ötürmə isə dəqiq deyil. Reyna. Xavi. Alonso. Gazorla. Futbolçularımız topu ələ keçirirlər. Vüqar Nadirov. Axtiyamov. Yox. Ukraynalı hakim peşəkardır. Belə epizodda 11 metrlik cərmə zərbəsi təyin etmək düzgün deyil. Çünki Azərbaycan futbolçusu artıq topu itirmişdir. Abbasov. Saşa Yunusoğlu. Axtiyamov. İki rəqibin əhatəsindən çıxmağa çalışdı, ancaq bunu edə bilmədi. Yenidən top Azərbaycan futbolçularında qalır. Cavid Hüseynov rəqibini aldadır, ancaq Arbeloa komanda yoldaşının köməyinə gəlir. Saşa Yunusoğlu. Mahir Şirov. Oyundan kənar vəziyyət yoxdur. Cavid Hüseynov. Top meydandan çıxır. Gördüğünüz kimi Cavid Hüseynov'un önü boşdur, ancaq o cərmə meydançasına doğru irəliləmir. Qayda pozulur. Elmar Baxşiyev də ikinci hissədə meydana daxil olub Azərbaycan seçmə komandasının heyətində. Branimir Subaşiç və Cəmşid Məhərrəmov meydanı tərk ediblər. Yenidən Avropa çempionları top ələ keçirlər. Xavi, Torres. Gazorla. Arbeloa. Marchena. Xavi. Gazorla. Alonso. Riera qapıya doğru zərbə bir qədər dəqiq deyil. Riera əvvəllər İspaniyanın Espanyol klubunun şərəfini qoruyurdu. Hal-hazırda isə İngiltərenin Liverpool komandasının heyətində çıxış edir.
Fərhad Vəliyev topu oyuna daxil edir. Görüşün 58-ci dəqiqəsi gedir. David Villa'nın vurduğu qollar sayəsində İspaniya 3-0 hesabı ilə irəlidədir. Aktyamov. Marchena burada da güzel oynuyor. Mahir Şirov. Qayda pozulur. Futbolçularımız cərimə zərbəsini yerinə yetirəcəklər. Topun yanında Mahir Şirovdur. Cərimə meydançasına doğru ötürmə. Reyna'da çıxışda səhvi yol vermişdi ancaq Azərbaycan futbolçuları bu səhvdən istifadə edə bilmədilər. Bu dəfə isə sərbə dəqiq deyil. Sağ cinaha doğru ötürmə. Baxmayaraq ki hesab 3-0'dır. Görün necə İspaniyalı futbolçu topun dalınca sürətlə qaçır. Fərhad Vəliyev. Cavid Hüseynov. Ötürmə dəqiq deyil. Marchena. Reyna. Xabi Alonso. Gazorla topu yenidən Alonso ötürür. Gazorla, Busquets, Gazorla. Futbolçularımız top ələ keçirirlər. Hüseynov. Abbasov. Elmar Bakşiyev sol cinahda topu qəbul edir. Daha doğrusu bu Vüqar Nadirovdur. Arxa xəttə doğru ötürmə. Ancaq bu dəfə ötürmə dəqiq olmur. Reyna topu oyuna daxil edəcək. Aktyamov, bu isə Del Bosque'dir. Xavi. Bakşiyev top ələ keçirir. Abbasov. Mahir Şirov. Ötürmə dəqiq deyil. Avropa çempionları yan xəttdən topu oyuna daxil edəcəklər. Görüşün 62-ci dəqiqəsi gedir. Bertie Fox yenə ayaq üstədir. Marchena. Sol cinahdan İspanların növbəti hücumu. Arbeloa cərimə meydançasına daxil olur. Ötürməsi bir qədər dəqiq deyil. Alonso. Yenidən top arxa xəttə ötürür və yenə də cərimə meydançasına doğru ötürmə. Rəşad Sadıqov, Torres. Fərhad Vəliyev topu tutur.
Xavi. Ümumiyyətlə bu futbolçunun soyadı ilə bağlı da çoxlu sayda mübahisələr var. Hatta futbolçu özünün verdiyi müsahibəsində bildirib ki, o əsl Katalondur və onu Xavi deyə çağırmalıdırlar, səsləməlidirlər. Düzdür, bir çox şərhçilər də məhz onu Xavi deyə adlandırır. Halda biz Xavi deyə səsləyək ki, bu da yenə mübahisələrə səbəb olmasın. Marchena. Riera. Arbeloa. Futbolçularımız top ələ keçirlər. Elmar Bakşiyev. Mahir Şirov sağ janrı topu qəbul edir. Sürətlə rəqibin cərimə meydançasına daxil olmaq lazımdır. Burada isə qayda pozulmuyor. Riera. İspanların növbəti hücumu. Xabi Alonso. Cazorla. Riera. Cazorla yenidən topu qəbul edir. Alonso. Qayda pozulmayıb, oyun davam edir. Bu dəfə isə hakim qayda pozuntusunu qeydə alır. Meydan sahibləri topu oyuna daxil etməlidirlər. Cazorla'nın ötürməsi dəqiq deyil. Cavid Hüseynov. Qayda pozulmayıb, oyun davam edir. Burada isə qayda pozuntusu var. Samir Abbasov. Rail Melikov. Xavi. Torres. Saşa Yunsoğlu diqqətli oynayır. Görüşün 67-ci dəqiqəsi gedir. Hal-hazırda meydanda olmayan David Villa'nın vurduğu qollar sayəsində İspanya komandası 3-0 hesabı ilə irəlidədir. Rəşad Sadıxov. Samir Abbasov. Bəli, Samir Abbasov sanki topu özündən uzaqlaşdırır. Arbeloa yan xəttdən topu oyuna daxil edir. Torres. Gözəl ötürmə. Riera. 4-0. Artıq meydana toplaşan azarkeşlər də İspanya futbolçularını alqışlayırlar. Albert Riera. 4-cü topu Azərbaycan seçmə komandasının qapısından keçirir. İspanların heyətində isə daha bir dəyişiklik ediləcək.
Meydana Daniel Guiza daxil olmağa hazırlaşır. Rəşad Sadıxov, Mahir Şükürov, Qazorla meydanı tərk edir. Bu dəqiqələrə dək Azərbaycan futbolçularını çaşbaş salan, bax bu balaca boy Qazorla meydanı tərk edir. Onun əvəzinə Guiza oyuna daxil olacaq. Bu qarşılaşma Azərbaycan televiziyası və İdman Azərbaycan kanalında canlı yayında sizə təqdim olunur. Eləcə də görüş məşhur Əl Cəzirə Sport kanalında da canlı yayımlanır. Həmçinin İspaniyanın, Rumıniyanın, Fransanın, hətta Cənubi Afrikanın kanalları da bu qarşılaşmanı canlı yayımlayırlar. Bəli, Azərbaycan US oyunda olduğu kimi bu görüşdə də Azərbaycan-İspaniya oyunu da Azərbaycan televiziyasının səyyar televiziya kameraları lentə alır. Azərbaycan televiziyasının əməkdaşlarının əməyi sayəsində bu qarşılaşma canlı yayımla bütün dünyaya verilir. Bəli, Almaniyanın məşhur Sport 5 şirkətindən, yəni Azərbaycan seçmə komandasının oyunlarının yayım hüququna malik olan Almaniyanın Sport 5 şirkətindən də Azərbaycan televiziyasının bu işi, bu əməyi tədbirə layiq hesab edilir. Bəli, Azərbaycan televiziyasında, eləcə də İdman Azərbaycan kanalında da ən maraqlı idman yarışları, reportajlar həm canlı yayımda, həm də maraqlı verilişlərlə, proqramlarla sizə təqdim olunacaq. Bircə qalır Azərbaycan futbolçularının beynəlxalq arenada uğurlu çıxışlarına. O isə bizim futbolçulardan asılıdır. Hər halda biz bunu arzu edirik ki, nə vaxtsa oyuncularımız bu uğurlara imza atacaqlar. Ancaq hələ ki, Azərbaycan futbolçuları bunu edə bilmirlər. Əsasən də son qarşılaşmalarda futbolçularımız məzmunlu oyun nümayiş etdirə bilmirlər. Necə deyərlər, bu meydan bizim meydan deyil. Bəli, bizim futbolçuların meydanı elə Azərbaycan çempionatıdır ki, orada münasibətlərə aydınlıq gətirsinlər. Gördüyünüz kimi, əsl ulduzlar, əsl futbolçu bax belə olar. 4-0 yenə də İspanlar hücumlarını davam etdirirlər və 5-ci top qapımıza vurulur. Bu dəfə meydana yeni daxil olan Guiza fərqlənir. Azərbaycan komandası heyətində isə dəyişiklik edilir. Zeynal Zeynalovun əvəzinə meydana Leandro Gomes daxil olur. Puyol meydana daxil olmağa hazırlaşır. Barcelona'nın canlı əfsanəsi, İspaniya seçmə komandasının futbolçusu. Bax, indi Puyolun meydana daxil olması yəqin ki, alqışlara səbəb olacaq. Raul Albiol meydanı tərk edir, onun əvəzinə Carles Puyol oyuna daxil olur. Bax, əsl futbolçu, əsl profesional peşəkar belə olar. Zeynal Zeynalov meydanı tərk etdi, onun əvəzinə Leandro Gomes oyuna daxil oldu. Heç bu Azərbaycanlı azərkeşlərin də alqışlarına səbəb olmadı. Əvəzində isə rəqib bir komandanın futbolçusu meydana daxil olur və güclü, belə gürültülü alqışlar qazanır. İspanlar hücumlarını davam etdirirlər. Torres. Xavi. Guiza. Xavi. Alonso. Riera. Arbeloa.
Hakim bildirir ki qayda pozulub. Görüşün 74-cü dəqiqəsi gedir. Bəli, belə də olmalıdır. Azərkeşlər stadionu tərk edirlər. Ancaq İspaniya futbolçularının oyundan ləzzət almağa çalışan azərkeşlər isə hələ də Respublika stadionundadır. Gomes. Abbasov. Xavi. Torres. Torres hələ ki qol vurmuyor. Sözdən zərbə. Oyundan kənar vəziyyət. Yenidən topu oyuna daxil etmək lazımdır. Hakim bunu işarə edir. Marchena. Alonso, Xavi. Guiza sol cinah topu qəbul edir. Cərmə meydançasına doğru ötürmə, ancaq burada Rail Məlikov topu cərmə meydançasından uzaqlaşdırır. Azərbaycan futbolçuları topu ələ keçirirlər. Vüqar Nadirov. Arbeloa yan xəttdən topu oyuna daxil edir. Xavi. Alonso. Elmar Bakşiyev topu Samir Abbasov ötürür. Riera. Qapıya doğru zərbə isə dəqiq deyil. Guiza topa yetişir. Yan xət hakimi bayrağını qaldırıb, bildirir ki, son anda top meydanı tərk edib. Guiza da hakimə etirazını bildirir. Reyna. Puyol. Alonso. Rəşad Sadıxov. Abbasov.
Rail Məlikov. Torres. Guiza. Xavi. Meydanda elə bir futbol gedir ki, sanki adamda elə bir təsəvvür yanır ki, İspanlar 5 nəfərlə də meydanda olsalar, görüşü qalib başa vurarlar. İlk hissədə nə Cazorla'dan, nə David Villa'dan, nə Alonso'dan top ala bilmirdi. İkinci hissədə də həmin senaryo davam edir. Xavi, Riera. Avropa çempionları üçün zərbəsini yerinə yetirirlər. Guiza. Xavi. Alonso topu yenidən Guiza'ya ötürür. Xavi. Cərmə meydan sahasına doğru ötürmə. Ancaq burada İspaniyalı futbolçu topa yetişə bildi. Mahir Şirov topu cərmə meydançasına ötürür. Burada yenə də İspanların müdafiəçiləri diqqətli oynayırlar. Qayda pozulur. Samir Abbasov meydanı tərk edəcək, onun əvəzinə Vladimir Levin oyuna daxil olmağa hazırlaşır. Üçüncüdən zərbə. İspanlar topu oyuna daxil edəcəklər. Görüşün 82-ci dəqiqəsi gedir. Bəli, oyunu izləyən azarkeşlər arasında İspaniyalı azarkeşlər də var. Bu da təəccüblə qarşılanmamalıdır. Ümumiyyətlə, İspaniya komandasının Azərbaycanlı azarkeşləri də çoxdur Respublikamızda. Və yəqin ki, bu azarkeşlər də İspaniyanın Konfederasiya kubokundakı görüşlərində də bu komandaya azarkeşlik edəcəklər. Xatırladım ki, Konfederasiya kuboku uğrunda görüşlər iyunun 14-də başlayacaq. Və bu görüşlər iki qrupda keçiləcək. A qrupunda Cənubi Afrika, İraq, Yeni Zelandiya və İspaniya komandaları mübarizə aparacaqlar. Bildiyiniz kimi Cənubi Afrika Dünya Çempionatı 2010-un təşkilatçısıdır. İraq 2007-ci ildə Asiya çempionu olaraq bu yarışa qoşulub. Yeni Zelandiya isə Okeaniyanın çempionu olub 2008-ci ildə. İspanlar da 2008-ci il Avropa çempionu kimi. B qrupunda isə Amerika Birləşmiş Ştatları, İtaliya, Braziliya və Misir komandaları iştirak edirlər, mübarizə aparırlar.
İspanların növbəti hücumu yenə top cərimə meydançasına ötür, ancaq bu dəfə ötürmə dəqiq deyil. Birləşmiş Ştatlar Şimali Mərkəzi Amerika və Karib hövzəsi çempionudur. 2007-ci ildə İtaliya dünya çempionudur. 2006-cı ildə Braziliya Cənubi Amerika çempionudur. 2007-ci ildə Copa Amerikanın qalibidir. Misir isə Afrika çempionudur 2008-ci ildə. Bəli, bu komandalar da B qrupunda mübarizə aparacaqdır. Bir daha xatladın, görüşlər iyunun 14-də başlayacaq. Final oyunu isə iyunun 28-də olacaq. İspaniya komandası Bakıdan birbaşa Cənubi Afrikaya yola düşəcək və orada Konfederasiya Kubokunda mübarizə aparacaq. Konfederasiya Kubokunun əvvəlki qalibləri isə Argentina, Danimarka, Braziliya, Meksika, Fransa 2 dəfə və sonuncu qalib isə 2005-ci ildə Braziliya olur. Azərbaycan-İspaniya qarşılaşmasında 84-cü dəqiqə gedir. Mahir Şirov daha bir cərimə zərbəsini yerinə yetirir və yenə də topa yetişim toxuna bilmir. Buna baxmayaraq top yenə Azərbaycan futbolçularındadır. Vüqar Nadirov qaydanı pozur. İspanlar cərimə zərbəsi vuracaq. Sergio Ramos topu Reyna'ya ötürdü. Daha sonra ise İspanlar topa nəzarət edirlər. Guiza. Riera. Hər Azərbaycan futbolçuları yan xətdən top oyuna daxil etməlidir. Ukraynalı hakim belə bildirir. Ramos. Puyol. Marchena. Riera. Futbolçularımız top ələ keçirirlər. Bu dəfə sağ cinahdan Cavid Hüseynov sürətlə irəliləyir. Amma nə faydası? Rail Məlikov, Saşa Yunusoğlu, Mahir Şükürov, Cavid Hüseynov, Mahir Şükürov sağ cinahda topu qəbul edir. Cərimə meydançasına doğru ötürmə. Reyna yaxşı oynuyor. Torres. Sıfır altı.
Torres'in vurduğu golun təkrarları da sizə təqdim olundu. Bəli, artıq Fernando da bu görüşdə qolunu vurur. Ancaq İspanlar hücumlarını davam etdirirlər. Torres. Qayda pozulmayıb, oyun davam edir. Közdən zərbə. Cavid Hüseynov kün zərbəsini yerinə yetirir. Milli komandamızın 6 futbolçusu rəqibin cərimə meydançasındadır. Yox, Vaqif Sadıqovun bu taktikası da İspanlara keçməz. Daha bir kün zərbəsi. Bəli, nədən söhbət gedir? Məhz Vaqif Sadıqovun başçılığı altında milli komandamız kün zərbəsi yerinə yetirərkən bu cür taktikadan istifadə edirdi. Ancaq artıq bunu bütün Avropa bilir. Görüşün əsas vaxtının başa çatmasına saniyələr qalır. Hakim tərəfindən də ikinci 45 dəqiqə əlavələr olacaq. Futbolçularımız heç olmasa bir təsəlli qolunu vurmağa çalışırlar. Ancaq bu dəfə də zərbə dəqiq olmadı. Halda Akdiyamov oyun ərzində 2 dəfə qapıya doğru zərbə vurdu. Bir epizodda Casillas komandasını qoldan xilas etdi. Digər epizodda isə indi gördüyünüz kimi zərbə dəqiq olmadı. İkinci 45 dəqiqəyə Ukraynalı hakim 2 dəqiqə əlavə edir. Marchena, Puyol. Xavi. Baxşiyev. Ötürmə dəqiq deyil. Reyna. Guiza. Riera. Bəli, Berti Fox'un başçılığı altında milli komandamız daha bir görüşdə meydanı baş aşağı tərk edir. Xavi. Guiza. Hakim görüşün başa çatdığını bildirir. Avropa çempionları Bakıya gəldilər. Milli komandamızla yoldaşlıq görüş keçirdilər və bu qarşılaşmada da
6-0 hesabı ilə qələbə qazandılar. Bəli, Bertie Fox bugünkü görüşdə heç bir möcüzə Fox göstərə bilmədi. Əvəzində isə Del Bosque'nin yetirmələri bizə əsl futbol dərsi keçdilər. Avropa çempionları bu qarşılaşmada 6-0 hesabı ilə qələbə qazanırlar. İlk hissədə David Villa'nın vurduğu 3 gol, ikinci hissədə isə Riera, Guiza və Torres fərqləndilər. Hər halda bir qədər də real yanaşaq. Avropa çempionlarının heyətində çox güclü futbolçular çıxış edir. Hal-hazırda İspaniya komandası dünya futbol reytingində bir nömrəli komandadır. Sonuncu Avropa çempionudur. Avropa çempionu kimi Konfederasiya kubokunda mübarizə aparacaq. Və Azərbaycan futbolçularına da arzu edək ki, bu oyunu oynamağı bilsinlər, öyrənsinlər və gələcək oyunlarda heç olmasa məzmunlu oyun nümayiş etdirsinlər. Azərbaycan televiziyası və İdman Azərbaycan kanalında Azərbaycan-İspaniya beynəlxalq yoldaşlıq görüşü canlı yayımla sizə təqdim olundu. Oyunu şərh etdi Elnur Əşrəfoğlu. Sağ olun, gələn görüşlərə qədər.